Biz dünyaya belə bir obraz yaymalıyıq ki, Azərbaycanlılar muğamın dəlisidirlər. Onlar onu səhər də qulaq asırlar, gecə də, axşam da. Cahangir müəllim, bir müsahibədə demisiniz ki, musiqi müəllimlərinin təhsil keyfiyyəti sizi narahat eləyir. Kimsə yerində deyilsə, onlar da düşünməlidir də. Bəzilərinə şans yaradılıb ki, onlar təzədən əlavə treninqdən keçsinlər, məşğələlərdən keçsinlər, öz səviyyələrini qaldırsınlar. Bu fəxri adlar məsələsi keçmişə qovuşdu, yoxsa müvəqqəti dondurulub? Yəni, məncə ümidlə hələ də gözləyən var. Sadəcə biz hamımız müşahidə edirik ki, son 2 il yarımda yeni adlar, heç təqdimatlara baxılmır. Mədəniyyət idarəçiliyində daha çox birlik önəmlidir, yoxsa əlaqələr? Əlaqələrin ümumiyyətlə biznesdə əlaqələr, networking çox vacibdir. Məsələn, mən deyirəm, indi 24 saat mən desəm ki, mən İçəri şəhərliyəm, mən fəxr eləyirəm, gülünc çıxar. Amma hərdən bir olur ki, hə, öz İçəri şəhərimdir. O üstələmir mənim üçün Azərbaycanlı olmağımı, nə bilim, sonra mən deyirəm, bəzən özümü Qafqazlı hiss eləyirəm. Bəs siz özünüz müasir musiqi yəqin ki, dinləyirsiniz. Mən xaricilərdən deyəcəm, mən sevdiyiniz müğənnilər kimidir, müasir, məşhur olan müğənniləri, ifaçıları nəzərdə tuturam. Yeni nəsil. Bilirsiniz, mən ən müxtəlif musiqiləri dinləyirəm. Çünki mən musiqişünasam və mən hər dəfə dinləyəndə çalışıram, özümə sual verəm, bu niyə görə məni məftun elədi, mən ikinci dəfə bunu istədim, qulaq asam. Bəzən sonra o deyək ki, təəssüratı bölüşəndə kimlərlənsə görürəm ki, heç onlar başqa cür dinləyiblər. Mən Vyetnamlı gitarçı var, Nguyen Le. Onun bir onların deməli Vyetnamın bir müğənnisi ilə bir mahnını elə gözəl aranjman eləyib ki, mən demək olar ki, belə ürəyim əriyir ona qulaq asanda. Amma görürəm ki, o ancaq mənə və bəlkə də mən ömür boyu onu qulaq asmaram. Amma o momentdə mənə və yaxud Humayun Şəcəryan. Mən ümumiyyətlə onun belə böyük pərəstişkarı deyiləm, amma onun bir mahnısı mənim elə xoşuma gəldi. Bu yaxında mən məsələn bir Amerikada yaşayan, amma Pakistan əsilli bir Aruj Aftab, Aroj belə yazılır, Aroj Aftab bir müğənnidir ki, hələ bilirsən ki, məsələn, çoxlarının xoşuna gəldi Şade, belə bir müğənni vardı. Hələ bil ki, Şade təzədən, Şade yaxı uzun illərdə oxumur. Hələ bil ki, Şadedir, amma ki, o belə Hind motivləri ilə, belə çox maraqlı. Deməli, müasir musiqini dinləyirsiniz, amma özünüzə məxsus zövqünüz var deyə, orada da çox populyar olanları deyil, Bəli. Özünüzün zövqünüzə, ruhunuza xoş olanları seçmişsiniz. Vyetnam demişkən, indi dünyanı istila etmiş bir mədəniyyət var, Koreya mədəniyyəti, K-pop deyirlər, K-dorama deyirlər. Onların içində də hamısı yaxşı deyil təbii ki, amma məsələ budur ki, demək olar ki, yeni nəsli onlar yetişdirirlər bütün ölkələrdə, bütün dünyadan fanatları var. Necə ki, bir dövr Türkiyədə türk serialları idi, bir dövr Braziliya, Argentina serialları idi. Bu mədəniyyətin təmsil, siyasi, həm də bir siyasi hərəkatdır. Daha yumuşaq yoldan bilirsiniz, bu dünyanı özünə sevdirmək. Biz nə ixrac edə bilərik, o sual verəcəydim. Bilirsiniz, bu əslində deyim sizə, bir mərkəzdən idarə olunan ki, kimsə oturub orada bunkerdə, nə bilim, idarə edir ki, indi gəlin belə eləyək, bir tələ quraq ki, hamı düşsün o tələyə, ofsunlayaq hamını, nə bilim, məftun eləyək, elə şey yoxdur. Bu təbii olan prosesdir, amma sonra kimsə, deməli, bacarıqla ondan istifadə eləmək, deməli, o dalğanı tutmaq lazımdır. Bilirsiniz, windsurfing, mən göy ki, idmançıyam, amma deyirlər ki, gələk biləsən ki, dalğanın üstündə olasan ki, batmayasan. Windsurfingin prinsipi odur, mən başa düşdüyümə görə. Bu da belədir, sən gələk tutasan o dalğanı. Biz indi gələk belə həssas olaq, görək ki, bizdə nə var ki, onu bizdə nə tuta bilər? Bilirsiniz, bəzən bu belə olur ki, məsələn, K-pop düzdür, bu bir cəryan kimi başlayır. Biz də onu bilmirik ki, nə ilə bağlıdır. Məsələn, bəlkə də sonra Koreya kosmetikası, görürsünüz, onlar da biri-birinə bağlı. Çünki o obraz ki var, sonra hətta deyirlər ki, Koreya make-up'ıdır ki, məsələn, ağ dəri mütləq olmalıdır. Hə, və onu belə rənglərdə eləyirlər ki, o gözə atılmasın. Ki, səndə üzündə şey var, make-up var. Və onların artistləri də, hətta oğlanlar da elə çox zərifdir, düzdür? Bu, haradasa bir estetikadır.
Və mən sizə deyim, məsələn, Koreyalılar, bax bunu bəlkə də marketoloqlar işləyir, amma onlar da hansısa o deyirəm də tuturlar dalğanı. Mən bir dəfə bir təyyarədə gələndə o jurnallar olur, təyyarədə oxumaq üçün. Birində gördüm bir reklam, bir səhifəlik reklam, yazılıb ki, Koreyaya gəlin. Adətən və Koreyanı necə təsvir edirlər ki, səhər təravəti ölkəsi. Strana utrенней свежести, də mən rusca belə eşitmişəm. Bəli, düz tərcümə elədiniz. Amma orada tamamilə başqa obraz yaranırdı. Deyir ki, Koreya, deyir, üç amillə bunlar deməli cəlb edirlər. Deyir ki, ən belə çılğın breakdance rəqqaslarıdır. Ən çılğın deyir hakerlər və nə bilim bir də nə idisə, 3 indi yadımdan çıxıb. Yəni ki, sən demə, yəni ki, bunlar belə özünü atan şeyə, yeniliyə, qorxmaz, cəsur, bildiniz, belə həyəcanlı. Yəni biz adətən Koreyalıları görmüşük ki, mülayimlik, adama rahatlıq gətirən, bax belə. Bəlkə də obrazdan uzaqlaşmaq istəyiblər. Görürsüz, deməli kimsə bunları tutub və bunu hansısa faktlar əsasında biz də məsələn mən deyim sizə ki, mən öz təcrübəmdən mən məsələn düzdür, bəlkə də onun daha çox reklam olunmalı idi və bunu biz ardıcılıqla ilbeyl eləməliyik. Mən məsələn təklif elədim ki, mən hiss elədim bu dalğanı ki, bizdə son illər muğam ifaçısı getdikcə artır. Bəli. Məsələn, 10 il bundan qabaq mən bunu istəsəydim də bunu eləyə bilməyəcəkdim. Deyəcəklər ki, alıcısı yoxdur, yəni bu musiqinin. Bu da nədən gedir söhbət? Muğam festivalı olanda 2023-cü ildə mən təklif elədim ki, gəlin 24 saat muğamı. Dedilər, necə olacaq? Kim qulaq? Gecə 4-də kim gələcək? Dedim, məndən soruşandan dedim, sən bir də mən. Sənin də mənəvi borcundur, mədəniyyət xadimi kimi, mənim də. Bəli. Və bilirsiniz, yaxşı da alındı. Cəmaət də sonra da soruşurdular bizdən ki, o nə vaxt bir dəfə olacaq, nə bilim nə. Və mən dedim ki, biz dünyaya belə bir obraz yaymalıyıq ki, Azərbaycanlılar muğamın dəlisidirlər. Onlar onu səhər də qulaq asırlar, gecə də, axşam da. Yəni gəlmişkən dediniz, mənim ağlıma bilirsiniz nə gəldi? Çox gözəl ideyadır və bu doğrudan da tutar. Bizim Şəhriyar İmanova da elə bu Sadquru onların ki belə gecə-gündüz davam edən bir ayinləri var, milyonca insan ora dəvət eləmişlər. Ora dəvət eləmişlər, ora necə qulaq asırdılarsa, burada da yəni festival şəklində eləmək olar bunu. Mən deyirəm də, bilirsiniz, biz hansısa şaman təsəvvür elədim, hansısa bir dağın ətəyi, orada çadırlar qurulur, gecə-gündüz musiqi dinləyir. İndi o YouTube-da var, o 24 saatı biz qoymuşuq. Sadəcə onu da gərək TikTok-la, belə oyla, buyla, müxtəlif onu yaymalıyıq. Biz nə edirik? Müxtəlif ölkələrdən elektron musiqiçilər. Bəli, sizin təklifiniz idi sintez eləmək elektron musiqi. Yox, sintez eləmədilər. Biz onlara o muğam ifalarını bilirdik də, kim Bayat Şirazla qutaracaq, sonra növbəsi Şur olacaq. Deməli, onların bunun axırı ilə onun əvvəlinin yazılarını onlara göndərdi ki, siz bunların arasında 15 dəqiqəlik keçidirik. İndi kimdəsə alındı, kimdəsə dedi ki, mən başqa cür görürəm, mən öz musiqimi qoyuram, amma bu onların arasında bir mənəvi keçiddir. Və biz eləmişik. Orada bax... İsvar Sarabskidə bu çox yaxşı alınır. Yox, mən sizin dediyim də, orada Braziliya, Malayziya, Yaponiya, nə bilim, İtaliya, Fransa, Almaniya, neçə ölkədən orada həm də bir 7-8 də bizim elektron prodüserlər iştirak eləmişdi və o var. Amma bunu biz davam eləsək və biz bunu bir festival şəklində keçirsək, bəlkə də kimsə xüsusi bilet alıb məhz buna gələcək. Çünki belə təəssüratı sən başqa yerdə heç yerdə ala bilməzsən. Mən bildiyimə görə siz də tarla sintezi təklif eləmişsiniz elektron musiqi ilə. Bir cavan bir tarzəni buna cəlb eləmişsiniz. O İbrahim Babayev çox istedadlı doğrudan da musiqiçidir. Artıq mənim onu belə reklam eləməyimə ehtiyac yoxdur. Çünki özü get-gedə özünə nüfuz qazanır və ən müxtəlif şeylər eləyir. Bir də sizin bir ideyanız da var idi. Bilmirəm, mən oradan-buradan eşitmişəm açığı. Bilmirəm, siz bunu nə qədər ictimailəşdirmişsiniz. Metroda səslənən musiqilərlə bağlı sizin səhv eləmirəmsə bir təklifiniz, layihəniz var. Bilirsiniz, o, bilmirəm, indi onu necə çatdıraq metropolitenin rəhbərliyinə. Mən hələ düşünürəm onu eləyək biz. Sadəcə orada son zamanlar rəhbərlik dəyişdi. Çünki mənə söz vermişlər ki, o vaxt ki rəhbərlə danışılacaq bu barədə və biz də
hazırlamışdıq nümunələr. Çünki mən hesab edirəm ki, metroda səslənən bu yeri gəlmiş ki, bu yaxınlarda mən onu bir sosial mediada bir nəfər var, o yazır ki, siz bilirsinizmi ki, yazır daha doğrusu videoda deyir. Bəli. Bilirsinizmi ki, Bakıda metroda hər dayanacaq əvvəli musiqi səslənir. O onu bir doğrudan möcüzə kimi təqdim edir. Xarici blogerdir yəqin. Bəli, rus dilli. Amma mən hesab edirəm ki, bu çoxdandan bir 20 il bundan qabaq olan, o vaxtın sintezatorları, o vaxtın studiyası. Bəli. Yəni həm də ki, bir şey çox istifadə olunanda artıq adamı bezdirir. İllərcə biz 10 illərlə onu eşidirik. Yəni bunu niyə də biz dəyişməyik və mən məsələn yaxşı nümunə yadıma düşür. Strasburg, Fransada, Strasburgun tramvay stansiyaları çox belə maraqlı, orada çox qısa, ötəridir. Sən elə bir dənə istəyirsən qulaq verəsən ki, bu nədir? Bir də görürsən, hə, sonra stansiyanın adını deyir. Jingle formasında yəqin gedir. Hə, çox qısa jingle'lardır. Yəni belə bir şey olsa... Yəni təklif edirsiniz ki, yeniləmək lazımdır metrodakı musiqiləri və o siyahı sizdə hazırdır. Konkret məndə yox, mən özüm bu ilə məşğul olmuram, amma bəstəkar var, Azər Hacı Əskərli, o da çox istedadlı bəstəkardır. Yəni xüsusən də teatr və kino musiqisində, elektron musiqi ilə o da məşğul olur ciddi. Bax, onun var elə nümunələri. Cahangir müəllim, bir müsahibədə demişsiniz ki, musiqi müəllimlərinin təhsil keyfiyyəti sizi narahat eləyir. Sualım bununla bağlıdır ki, bu musiqiyə olan marağın azalmasından biz məcbur olub tutaq ki, əldə olan müəllimləri istifadə təhsilə cəlb eləmişik. Yoxsa onların da təhsil aldığı dövrdə musiqi təhsilinin keyfiyyətsizliyindən bugünkü nəticə alınıbdır? Məncə ikincisi, sadəcə onlar aldıqları təhsil keyfiyyətli olmayıb deyə, ona görə də. Bəli. Və nəzarət ciddi olmayıb. İndi biz çalışırıq Nazirlik tərəfindən daha ciddi, yəni akreditasiya və bunların qiymətləndirilməsi keçirilsin ki, aşkar olunsun. Çünki öz dediyim sizə ki, yaxşı müəllimlərin də sayı az deyil. Ən azından 60-a yaxın faiz müəllimlər çox yüksək nəticə göstərib. Deməli, biz arxayın ola bilərik ki, hər şey o qədər pis deyil. Amma indi kimsə yerində deyilsə, onlar da düşünməlidir də. Bəzilərinə şans yaradılıb ki, onlar təzədən əlavə treninqdən keçsinlər, məşğələlərdən keçsinlər, öz səviyyələrini qaldırsınlar. Amma kimin indi vəziyyəti doğrudan acınacaqlıdırsa, onlar da gərək öz müqəddəratını tapsınlar. Sizə verilən məsuliyyət ki var, vəzifə məsuliyyəti, Mədəniyyət Nazirinin müşaviri. Bu sizi hansı sahədə rahat olmağa qoymur? Hansı mövzuda rahatlığınızı əlinizdən alır? İndiyə qədər mən öz, yəni bir mədəniyyət xadimi kimi məsuliyyətim varsa, indi mən tək özüm deyiləm. Yəni mənə dövlət əgər həvalə eləyibsə hansı vəzifəni, deməli mən tək öz adımdan çıxış eləyə bilmərəm. Mən həm də ki, çiynimdə daşıyıram bu məsuliyyəti ki, bütün dövlətimizin, ölkənin mədəniyyəti yüksəlişdə olsun. İncəsənət adamlarını çox maraqlandıran bir sual vermək istəyirəm. Bu fəxri adlar məsələsi keçmişə qovuşdu, yoxsa müvəqqəti dondurulub? Yəni, məncə ümidlə hələ də gözləyən var. Biz bilmirik. Bunu ölkənin rəhbərliyi qərar verəcək bu barədə. Sadəcə biz hamımız müşahidə edirik ki, son 2 il yarımda yeni adlar, heç təqdimatlara baxılmır. Deməli, görünür, hələ qərar hazır deyil. Bəs incəsənətdə süni zəkaya münasibətiniz necədir? Bilirəm ki, belə bir proqram var, təhsil proqramı. Bu, indi hal-hazırda süni zəka və musiqi Balakəndə, hələ həmin Azər Hacı Əskərli ilə bu gün yazışırdım. Deyir ki, Balakəndəyəm, dedim, xeyr ola. Ezamiyyətdir, göndərdi ki, belə bir, deyəsən, hətta QHT-lərə yardım agentliyinin xətti ilə nəsə bir grant alınıb və Balakəndə və Şəkidə keçir. Təsəvvür edin ki, hətta heç Bakıda da yox. Amma bizdə deməli Mədəniyyət Nazirliyinin nəzdində yaradıcı mərkəzi var, yaradıcılıq mərkəzidir. Onlar müxtəlif təlim proqramları keçirir, aparır və orada bir kurs da var, süni zəka və incəsənət. Və orada öyrədirlər onun əsaslarını ki, hansı proqramlar, hansı promptlar və s.
Siz yəni dəstəkləyirsiniz bu cərəyanı, bu axımı, dalğanı? Necə də dəstəkləməyim. Çünki bir Gələcək mənalı bundan birisi bu ibarətdir. sadəcə bir alətdir. Necə ki biz nə bilim fırçanı dəstəkləyə bilmərik. Çünki o fırça ilə və ya qələmlə müxtəlif şeylər yazmaq olar, yaratmaq olar. Eyni elə də süni. Qaçınılmazdır, yəni bu istər-istəməz bu baş verir. Buna qarşı çıxmaq düzgündür. Sadəcə bilirsiniz, əgər sənin yeni ideyan yoxdur və sən onu səriştdən çatmırsa, onu istifadə eləyəsən. Hər savad alan Molla Pənah ola bilmir. Ya hər kəsin deyək ki, ən müasir tikiş maşını varsa, o gəlib nə bilim Couturier ola bilmir. Giorgio təzə vəfat edib, Giorgio Armani. Giorgio Armani kimi nə qalstuk, nə də kostyum tikə bilməz. Ona görə süni zəka da ancaq istedadların və əsl zəkanın, iti zəkanın sahiblərində doğrudan da alətə çevirir. Çünki bir çox prosesləri asanlaşdırır. O şeyi ki, məsələn, o deyək ki, xülasəni ki, sən almaq üçün qabaq 5 saat gərək kitabxanada oturaydın, sən onu indi 2 dəqiqə alırsan. Analitikada istifadə etmək olar belə. Sonra məsələn, nəyinsə variantlarını, versiyalarını, sənə heç ağlıma gəlməyən, məsələn, deyirsən ki, sadə bir şey, oyuncaq kimi deyirsən ki, bunu buna qat, onu neçə variantda eləmək olar? Sən özün ola bilsin, bir 3-ünü fikirləşən, onsa 30-unu ver. Və s. Amma bunu da bilmək lazımdır ki, o biliyi necə oradan çıxartmaq, o sənə lazımdır. Çünki idarə edən, əmrləri verən yenə də insandır. Amma şəxsi müşahidəmdən deyirəm ki, hələ ki, indiyə kimi süni intellektlə yazılmış musiqilərin heç birini bəyənə bilməmişəm. O sünilik hiss olunur. Yadımıza gəlir, məsələn, 1-3 il bundan qabaq Google Translate-də olunan tərcümələr güldürürdü bizə. Bəli. Amma indi doğrudan görürsən ki, əməlli başlı. ChatGPT çox ideal tərcümə edir. Bəzən səhv başa düşür adam, amma fikri düzgün izah eləyəndə alınır nəticə. Yəni ki, bu öyrənən sistemlərdir. Ona görə musiqidə də hələ ilkin addımlardır, eksperimentlərdir əlbəttə ki. Əhliləşdirmək süni intellekti lazımdır. Bildiyimə görə incəsənət adamlarını, yaradıcı insanları da xaricdə təhsilə yönləndirən, dəstəkləyən dövlət tərəfindən dəstəkləyən proqramlar var. Bilmək istəyirdim ki, tanınmış insanlardan müraciət edən olub bu mövzuya. Bu istəyi olan olub ki, biz də gedək xaricdə təhsil alaq. Bilirsiniz, mən müsahibədə sizdə dinlədim, 20 nəfər var, amma bilmirəm, onların içində tanınmış insanlar var. Məsələn, ən tanınmışı bəlkə də Fərhad Fərzəliyevdir. Çünki o artıq onun neçə ölkədə həm sərgiləri olub, qaleriyalarda, həm də ki, musiqiçi kimi, musiqi prodüseri kimi o layihələri göstərilib. Yəni, onu deyərdim. O da çox mötəbər bir proqrama Berlində İncəsənət Universitetinin o Sound Art proqramı dünyada ən keyfiyyətli proqramlardan biridir. Orada təsəvvür edin ki, dərs deyən müəllimlər özləri hansısa proqramların ixtiraçılarıdır. Məsələn, bu səslə işləmək üçündür və məsələn, müxtəlif bu audio stationlar var. Onların ixtiraçıları bu özləri dərs deyir. Və yaxud mən birini tanıyırdım və o Bakıda da bizdə olub 2 dəfə. Peter Cusick, sound artist. Mən onu bilirdim ki, o Londondadır. O da dəvət alıb, o indi Berlində həmin fakültədə dərs deyir və Fərhad ona mənim haqqımda deyəndə salam göndərir. Yəni, demək istəyirəm ki, başqa tanınmış mən bilmirəm. Əsasən bu gənclər üçündür. Yəni, belə bir kriteriya var ki, mütləq gənclər olsun orada. Yox, hansı yaşda olur olsun, amma ki, təcrübə göstərir ki, adətən gənclər müraciət edir. Mən nəyə görə bunu dedim? Səhv eləmirəmsə, Samir Cəfərov kifayət qədər yaşı olandan sonra gedib xaricdə müəyyən dəstəklə təhsil almışdı bizim indi opera müğənnimiz, həm də digər musiqi janrlarında gözəl ifaçısı. O cümlədən o zamanlar Azər Zeynallı gedib xaricdə təhsil almışdı. Yəni, mən 2 nümunəni xatırlayıram bütün müstəqillikdən sonraki tarixdə. Onlar onda siz deyən tanınmış deyirlər. Sonra tanınmamışdan öncə olubdu. Əlbəttə. Bəlkə mən indi tanıyıram bu faktları, indi bilirəm deyə. Yox, o vaxtlar əlbəttə ki, təhsil əsasən gənclər üçündür. Amma bir misal gətirim onda yenə də. Emil Əfrasiyev Berkeleydə tanınandan sonra oxuyubdu, səhv eləmirəmsə. Çünki onun öz müsahibələri... Bilirsiniz necədir? Emil Əfrasiyev əvvəla biraz oxudu, sonra bir də getdi. Yəni, biraz da tanındı, sonra getdi.
Amma Emil Əfrasiyab bəli, burada tanınır. Yenə deyirəm də, tanınmağın da hansı dərəcədə biz deyə bilərik ki, o artıq tanınır. Mən yəni bəlkə də mənim öz istəyimdir ki, çox bizim incəsənət nümayəndələri yəni istifadə eləsinlər bu fürsətlərdən. Həm də onlar da daha çox kütləyə səslənirlər deyə onların belə bir təhsil üçün hansısa ölkəyə getməyi gənclərə də motivasiya olacaq yaxşı mənada. İstəyirdim bəlkə var, bilmirəm bu cavabı alım, demək ki, yox. Bizim incəsənət xadimləri artıq özləri yox, öz uşaqlarını öz xərclərinə göndərirlər xaricə. Bir neçə nümunə gətirə bilərəm. Yəni məncə onların ehtiyacı yoxdur ki, əgər bir adam ki tanınır və onun bəlli bir qazancı da var, o özü də bunu təşkil eləyə bilər. Öz təcrübənizdən çıxış eləyərək deyə bilərsinizmi ki, mədəniyyət idarəçiliyində daha çox birlik önəmlidir, yoxsa əlaqələr? Hər ikisi. Amma əlaqələrin ümumiyyətlə biznesdə əlaqələr networking çox vacibdir. Hətta mən bir mənbədə, yadımdadır, internetdə oxumuşam ki, bakalavrda və magistr proqramlarında oxumağın fərqi nədir? Bakalavrda sən biliyi əldə eləyirsən. Amma magistraturada oxuduğun dövrdə sən gərək əlaqələrlə zənginləşəsən. Yəni də yığasan o əlaqələri ki, sənə sonra kömək edəcək ki, sən iş tapasan. Yoxsa başlı elə salı başa ancaq bili toplasan. Yəni səni tanımalıdırlar, bilməlidirlər də. Yəni bilməsələr ki, belə bir insan var, hardan sənə çıxış eləsinlər. Bir də ki, sözünüzə qüvvət, həm də ki, özümüzün də əldə etdiyimiz əlaqələri bizə etimad göstərilən sahədə istifadə eləmək. Əlbəttə, sən özü deməli, sən bir reputasiya qazanmalısan. Bu tanışlıq sadəcə, nə bilim, gözəl kommunikasiya quran adam və ancaq deyək ki, ünsiyyətdə rahat olan adam deyil. Həm də ki, bir yaxşı mütəxəssisdir. Sən də mütəxəssis olmağı da necə sübut eləyə bilərsən? Öz işindən. Və hətta mən bir şeyi də burada xatırlatmaq istəyirəm. Bir məşhur dizayner Ji Lee, Koreya əsilli. Deməli, o indi Amerikada çox məşhurdur və onun mən bir kursuna bir dəfə dinlədim. O deyir ki, siz ancaq öz şəxsi layihələrinizlə özünüzə maraq doğura bilərsiniz. Məsələn, siz hardasa işləyirsiniz, maaşa, sizdən asılı deyirsə nə tapşırılır? Məsələn, o öz sahəsinə deyir, dizayner idim, deyir, mən deyir, işləyirdim. Deyirlər ki, filan hansısa bankın deyir ki, illik hesabatının dizaynını verin. Orada deyir, nə fantaziya sən deyir, tətbiq eləyə bilərsən. Adi şeydir də, eləyirsən və sənin üçün həyatda maraqsız gəlir. Və mən deyir, başladım onda özüm nəsə, öz fantaziyama uyğun hansısa dizayn işlərini eləyib internetə qoymağa, başqalarına təklif eləmək, hələliklə birdən-birə özünə marağı artırıb və ona çox maraqlı iş təklifləri gəlib. Yəni, bunun yolu budur. Mən hər dəfə öz tələbələrimə də, gənclərə də bunu deyirəm ki, çalışın, sizə verilən tapşırıqlardan başqa özünüzlə nəsə eləyəsiniz və özünüzü doğruldasınız, göstərəsiniz. Təkliflərlə gəlmək, bəli. Ümumiyyətlə, incəsənətdə, mədəniyyətdə ənənəni qorumaq yoxsa müasirlik? Belə fəlsəfi məsələdir. Çox vaxt kitabların adı elə gedirdi. Ənənə və müasirlik. Aydın məsələdir ki, bunların balansı. Amma kim harada görür o balansı, o da... Siz harada görürsünüz balansı, məsələn? Mən buna belə rasional yanaşmıram. Yəni, mən istər-istəməz insan, biz havada uçmuruq ki, biz yerlə yeriyirik də, düzdür. Bir kəlamı da yadınıza burada vurğulamaq istəyirəm. Edward von Grunewald belə bir şərqşünas vardı, alim məşhur. Onun kitabında vardı ki, insan öz sələflərini özü müəyyən eləyir. Yəni ki, ondan qabaq kim gəlib, sən özün seçirsən ki, sən Aristotelə məsələn əsaslanırsan, ya Newtona, ya nə bilim hansı. Yəni o şeyi, o zənciri sən özün seçirsən. Ənənə deyiləndə o seçimdə əslində qalsa. Nəyə ki, nədən sən irəli gedirsən də, yəni ki, nədənsə arxalanıb. Bəli. Dövlətin və yaxud Mədəniyyət Nazirliyinin heç bir təbliğatı olmadan populyarlaşmış insanlar var xarici ölkələrdə. Bu qarşısı alınmazdır. Bəzən biz istədiyimiz formada deyil. Yəni bəzən özümüz bəyənmirik onları. Mən belə deyim, mən həmişə vurğuladığım bir cəhət var, bacarana can qurban. Yəni əgər mənim xalqımın nümayəndəsini xaricdə sevirlərsə, bu mən bəyənməsəm də olar. Əsas odur ki, sevilir, müsbət qarşılanır. Bu mənada
Onlardan necə istifadə eləmək olar? İndi də bilirsiniz ki, influencerlardan istifadə bütün dövlət qurumları xaricdə də, bizdə də var. Onlar da bir növ influencerdirlər. Öz arxalarınca çox böyük kütlə aparırlar. Hədər getməsin bu populyarlıq. Bilirsiniz, məncə Mədəniyyət Nazirliyi ancaq dövlətin normativ, nəyi ki biz hesab edirik, bunlar təbliğata və dəstəyə layiqdirsə, biz hər bir şeyi, çünki bir çox underground, belə deyək də, yeraltı və alternativ cərəyanlar var. Biz onlara nəzər yetirməliyik. O demək deyir ki, ancaq normativ mədəniyyətlə məşğul olmalıyıq, amma ki bizim prioritetlərimiz var. Mən özüm də, yəni bunu bir nazirliyin nümayəndəsi kimi, bir musiqişünas, mədəniyyət xadimi kimi deyirəm ki, zövqlər də dəyişir. Bir şey ki, qabaq məsələn bayağı görünürdü. Bir də görürsən ki, sən demə orada əsl istedad var, orada səmimilik var. Və biz onun da qarşısını ala bilmərik. Əgər məsələn kimsə bizə çox həddindən artıq belə sentimental gələn ki, ana, kimsə bəlkə göz yaşı tökür, öz anasını onda yadına salırsa, halal xoşu. Amma biz onu bir nümunə kimi götürüb desək ki, əsl sənət budur ki, səni ağladan ana, ay ana, hardasan, məsələn, belə bir şeyi biz desək ki, bax buna biz dəstək verməliyik. Onda biz deməli insanları düzgün yönəlmirik. Onlar elə bilir ki, elə əsl incəsənət olur. Amma onlar ondan zövq alırlarsa, biz də onun qarşısını almalı deyilik. Deməli, o da onların sevinclərini, kədərlərini, nə bilim, dünya haqqında təsəvvürlərini əgər onlar səsləşirsə, onlarla olsun. Amma bu şərt deyil ki, hər bir şeyi Mədəniyyət Nazirliyi... Prodüserlər səviyyəsində eləmək olar. Bir dəfə bir konfransda erməni professoru, özü güya antropologiya kafedrasının müdürüdür, dedi ki, mən deyir, mətni oxuyur rusca, deyir ki, mən deyir, ruscam yaxşı deyir, ona görə mən bütün kafedra işləyib bunun üstündə. Başladı ki, söz atır da hiss olunur, deyir ki, Azərbaycanlılarla ermənilər arasındakı münasibətdən mən heç danışmıram, orada hər şey aydındır, o 5 səhifəni mən verirəm, bir dəfəlik sayta qoyarsınız. Belə qal. Başladı gürcülərə söz atmağa ki, Gürcüstanda erməni kilsələr gürcüləşdirilir, nə olur, belə. Özdəki mədəniyyət sülh vasitəsi kimi də belədir mövzu. Orada indi dava-dalaş yeridir. Mən bunun cavabını necə verim? Durdum, söz götürdüm. Dedim ki, əvvəla mən təklif eləyərdim ki, hörmətli professor, o həmin o 5 səhifəni ki, verib ki, sayta qoyulsun, onu bizim gözümüzün qabağında o kağızı cırsın. Bu bir sülhə qarşı bir addım kimi. Çünki mən inanmıram, yox, niyə ki istəyirsiniz, mən onu oxuyum. Dedim, yox, istəmirəm. Çünki siz onu oxusaz, orada qan su yerinə gedəcək. Amma mən onu da deyim, ay cəmaət, deyirəm, mən bura onun üçün gəlməmişəm, mən silahlı gəlməmişəm. Mən bilsəydim ki, bu burada belə rəqəmlər, nə bilim nələr, faktlar, mən də deyərdim ki, Yerevanın əhalisinin üstünlüyü təşkil edirdi Azərbaycanlılar 1940-cı ilə qədər. Amma mən dəqiq bilmirəm neçə faiz idi, sonra neçə oldu. Mən bilsəydim, mən bu görüşə silahlı gələrdim, silahlanmış gələrdim. Ona görə deyirəm, burada yeri deyil. Biz axı burada bunun üçün gəlməmişik. Və mən sizə bir məsləhət vermək istəyirəm. Bədayətən çıxdı məndən. Deyim ki, siz özünüz və sizin tələbələrə o fikri aşılayasınız ki, onlar 24 saat özünü erməni hiss eləməsinlər. Necə ki, bax mən. Deyirəm, mən çox nadir hallarda deyirəm ki, mən Azərbaycanlıyam. Başqa vaxtlar mən ola bilər Bakılı olum. Başqa vaxt mən ola bilər hətta Rus dilli Bakılı olum. Deyirəm, bilirsiniz, biz məsələn Rus dilli Bakılılar, biz nə rusca danışırıq, nə Azərbaycanca, qarışdırırıq. Sonra mən onu Beyrutda gördüm, bilmirsən, ərəbdir, fransızdır. Gah ərəbcə danışır, gah fransızdır. Dedim, lap elə bizi kimidir. Məsələn, mən deyirəm, indi 24 saat mən desəm ki, mən içəri şəhərliyəm, mən fəxr eləyirəm, gülün çıxar. Amma hərdən bir olur ki, hə, öz içəri şəhərimdir. O üstələmir mənim üçün Azərbaycanlı olmağımı, nə bilim, sonra mən deyirəm, bəzən özümü Qafqazlı hiss eləyirəm. Bəzən mən özümü türklərlə elə bil ki, elə mən İstanbulda taksidə gedəndə 10 dəqiqədən sonra birdən deyir, sən hangi məmləkətdənsin? Anlamadım ləhcəni. Yəni, Türkiyənin hansı bölgəsindənsən? Hiss eləmir, mən bu ilə türkçə danışıram. Sonra arada bir sözü deyir, Azərbaycanlısan? Hə. Deyirəm ki, nə bilim, ruslarla mən elə danışıram, mənə birisi dedi ki, deyir, davno не слышал такой хорошей московской речи. Deyir, çoxdandır, deyir, belə yaxşı, deyir, səlis, deyir, Moskva, deyir, ləhcəsi eşitmədi. Deyir, mən də çoxdan eşitməmişəm.
Amma bu cildə girmək deyil də. Dedim mən məsələn Şəxsiyyət müsəlmanam, hissələməkdir. mən ibadət eləməsəm də, amma məndə o fatalizm var. Deyirəm Allah bilən yaxşıdır. Allaha pənah. Nəyisə atıram Allahın elə bir hökmünə. Baxmayaraq ki, mən belə gündəlik həyatda mən belə müsəlman ibadəti Qaydalarından çox razıyam. Yəni bu bizim laylarımızdır. Eynilə Avropa. Mən deyirəm ki, hər bir Avropalı ilə o barədə danışa bilərəm. Nəyə görə mənə Brahmsın musiqisi xoşuma gəlmir, amma Schubertin-ki gəlir. Mən onu yabancı kimi deyim, mən onu əsl Avropalı kimi dinləyirəm. Amma bu qatlardır, bunlar hamısı laylardır da mənim içimdə. Bəli. Amma mən həmişə elə ancaq desəm, qabağımdakini görsəm, mən Azərbaycanlıyam, bu amma yox, bu Avropalıdır, bu türkdür, bu nə bilim kimdir. Dedim, ona görə o da sizə problem yaradır ki, siz həmişə başqalarına çalışırsınız, özünüzü qoruyasınız ki, siz ermənisiniz. Hərdən Avropalı olun, hərdən Qafqazlı olun, hərdən nəmli olun. Və sonuncu sualımı vermək istəyirəm. Bayaq Qarabağa qayıdışdan danışdıq. Heç şübhəsiz Mədəniyyət Nazirliyi Qarabağa əli dolu qayıtmışdı. Sizin üçün ən yadda qalan anları qeyd etdikdən sonra Mədəniyyət Nazirliyinin bundan sonraki Qarabağ planlarını bilmək olarmı? Getdikcə sayı artır o şəhərlərin ki, biz orada şəhər günləri. Bəli. Bax, məsələn, Kəlbəcərdə indiyəcən olmamışdı. Bax, mən Şuşada oldu şəhər günü, Laçında oldu, Füzulidə oldu və s. Yəni, bunlar abadlaşdıqca və ora köç başlandıqca orada deməli bu tədbirləri keçirmək mümkün olur. Və indi növbədə bu il deməli Kəlbəcərdə də keçirilməlidir. Bunu deyə bilərəm. Sonra bizim zəfər muzeylərimiz bir neçəsi, Qarabağ üzrə 4-ü İtalyan heyəti ilə neçə illərdir hazırlanır. Deməli, onları biz gözləyirik. Bayaq dediniz Xankəndində teatr. Xankəndində o qədər valla layihə var, deyim sizə ki, bax, məsələn, Əskəranda Əskəran qalası belə bir turistik, əyləncəli və həm də ki, tarixi bir kompleks qurulmalıdır və s. Çoxdur layihələrimiz. Həm də ki, bizim elə bu festivallarımız elə hamısı hər il təkrarlanır. Bax, məsələn, son vaxtlar bizim üçün əlbəttə ki, çox belə deyərdim, rəmzi bir hadisə oldu ki, Ağdamda muğam mərkəzi açıldı. Cənab Prezident özü də gəlmişdi Mehriban xanımla. Onun açılışı oldu və orada Prezidentimiz dedi ki, bundan sonra muğamla bağlı nə tədbir oldusa, gərək Ağdamda da olsun. Biz də ona riayət eləyərək, onun tapşırığına Beynəlxalq Muğam Festivalının bağlanışını məhz Ağdamda keçirdik. Bəli. Və beynəlxalq müsabiqənin laureatları orada çıxış elədi. Bəli, çox gözəl. Bu tədbirlər yəqin ki, davam eləyəcək yüksələn xətt üzrə. Çox sağ olun, dəvəti qəbul edib gəldiyiniz üçün çox maraqlı, səmimi söhbət oldu. Təşəkkür edirəm.